Qardaş, Abu Hanzala barəsində danışmayan adam yoxdur. İnsan açıq aydın öz dili ilə deyir, etiraf edir ki, mən sələfi deyiləm. Görürsən ki, yenə də insanlar gedib qulaq asırlar. Yenə də onları dinləyənlər var. Bax, bu videonu çəkim. Neçə dənə videomuz var kanalda. Kim istəyər girib qulaq asa bilər. Bu videonu çəkməkdə də məqsədimiz odur ki, baxın görün bu insan, Abu Hanzala, Xalis Bayancuq, Türkiyədə olan bu dəvətçi, təkfirçi, xavaric dəvətçisi, baxın görün hansı kitabları oxumağa insanlara tövsiyə edir. Yəni qardaş, hardan bilirsən ki, həqiqətən də bu insan sələfin mənhəcidir, əhl-i-sünnə vəl-cəmaatdır. Qardaş, onun keçdiyi dərslərdən, onun tövsiyə bildiyi kitablardan, məsləhət bildiyi alimlərdən. Qardaş, sən əgər məndən soruşursansa, mən sənə deyəcəm ki, qardaş, filan alimlərə qulaq as, filan kitabları oxu, filan kəsərə qulaq asma. Əgər mən Kamal olaraq gedib hansısa bir zəlalət dəvətçisini məsləhət görürəmsə qulaq asmağa, onun kitablarını oxumağa, deməli məndə nəsə problem var da. Deməli məndə nəsə problem var ki, mən onun kitablarını məsləhət görürəm. Ona görə də qardaşlarım, bu məsələləri öyrənin, araşdırın, özünüz üçün qeydlər aparın. Bunlar hamısı sizin xeyrinizdədir. Ki, sonradan gedib o firqələrin, o batil məhzəblərin yoluna düşməyəsiniz. Nə qədər insanlar oldu, görürsən, aldanlar, çıxdılar, getdilər Suriyaya, həlak oldular, getdilər hamısı.